Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Aslanov küçəsindən 91 nömrəli marşrutdan hardasa 250-300 metr məsafədə, yola yəni 3-4 dəqiqəlik məsafədə tam təmirli, gir-yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bura evin həyətyanı sahəsidir. Amma evin həyətinə maşın gəlmir. Yəni bunu nəzərinizə çatdırım. Yolu daruşqalıq yoldur, amma həyəti var. Oturmaq üçün yol daruşqalıq yoldur. Yəni bir dənə əl qapısıdır. Daxil olsan daruşqalıq yoldur, amma həyəti var. Oturmaq üçün rahat belə bir geniş həyəti var. Gördüyünüz kimi evin xarici görünüşüdür. Ev tam təmirli, ideal vəziyyətdə olan bir evdir. Keçən də evin içindən tanış olaq. Gördüyünüz kimi də həyəti tamet daşlarla düzülüb, drapları qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Ev qoşa daşdan inşa olunub, bunu da nəzərinizə çatdırım. Kürsüdə hardasa 4-5 daş kürsüdə inşa olunub. Daxil oluruq buradan evin içinə. Girən kimi evin demək dəhliz hissəsidir. Sağ tərəfdə gördüyünüz kimi otaqlardır. Burada birbaşa sanuzeldir. Evin təmiri gözəl, normal, hər şey qaydasında, səliqəli bir evdir. Həqiqətən çox gözəl bir evdir. Nəzərinizə çatdırım ki, təmiri, yəni evin səliqəliyi, göz qabağıdır, hər şey qaydasındadır. Ağ qapılardan istifadə olunur, gördüyünüz kimi də açıq aboylardan istifadə olunur. Buradan da keçirik dəhliz sisteminə. Gördüyünüz kimi sağ tərəfdə burada mətbəxdir. Mətbəx mebelləri gördüyünüz kimi bütün evin üstünə qalır, kombi sistemləri evin üstünə qalır. Mətbəxi də sağlam vəziyyətdədir. Hazır oturmaq üçün rahat belə stol genişliyi göz qabağında. Gördüyünüz kimi də pəncərəsi də düz öz evin qabağına baxır. Evin təmiri də həqiqətən çox səliqəli, səhməli, baxımlı bir evdir. Yəni evin düz həyətindən başın girməsə də, amma evin həqiqətən təmiri səliqəli, səhmanlı bir baxımlı evdir. Gördüyünüz kimi də evin bu hissəsi bir uşaq otağıdır. Hardasa təxmini bir 14 kvadrat olar. Təxmini ölçülər deyirəm, az fərq eləyər. Keçirik buradan qonaq otağına. Qonaq otağı da hardasa eni 4-20-4-30 olar, bəlkə də 4-50, uzunluğu da bir 6. Yəni 24 kvadratdan çoxdur. Gördüyünüz kimi də təmiri yəni qaydasındadır. Evdən də, yəni başqa evlərdə də məsafəsi var. Tam otaqların içinə işıq düşür. Qiymət də elə bahadır, çünki marşruta yaxın yerdədir, marketlərə yaxın ərazidədir, məktəbdən hardasa 5-6 dəqiqəlik məsafədə yerləşir. Burada bir qonaq otağıdır. Eni yaxşıdır, uzunluğu da yəni yaxşıdır. Gördüyünüz kimi stol, uqlaboy divan zat hamısı qoyulub, yəni genişliyi göz qabağındadır. Keçirik bir də buradan yataq otağına. Gördüyünüz kimi də burada bir yataq otağıdır. Yataq otağı da hardasa 4-ün 5-ə, 20 kvadratda bir geniş bir yataq otağıdır. Yəni evin həqiqətən həm otaqları genişdir, ürək açandır, əlverişlidir. Yəni hər şey qaydasındadır, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsindən əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagramda, TikTok'da Seç Al Əmlak səhifəsində daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyi yaddan çıxmasın zəng vuran zaman. Sənədə də, hörmətli izləyicilər, ya qeydiyyat olacaq, ya da bələdiyyə. Yəni, kupçası yoxdur, bunu nəzərcə çatdırım. Evin qiyməti, start qiyməti 75 mindir. Real alıcı olsa, endirim olmağına birbaşa ev sahibi ilə danışacaqsa, son sözlü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah alana da xeyir versin, Allah satana da. Amin.